Dostlar salam. Bugündən etibarən mən sizə Excel VBA-də ActiveX Data Objects databaseləri haqqında danışacağam. Ümumiyyətlə ADO nədir, nə zaman istifadə olunur, Excel VBA-dəki üstünlükləri və əsas fərqləri nələrdir, onlar haqqında danışmağa çalışacağıq. Dostlar, ümumiyyətlə ADO dediyimiz, yəni ActiveX Data Objects bu kitabxanası Microsoftun təqdim etdiyi bir texnologiya, bir kitabxanadır. Hansı ki biz onun vasitəsilə bəzi databaselərə, bəzi verilənlər bazalarına qoşulmağa bizə imkan verir. Hansı ki bu Access ola bilər, SQL server ola bilər. Hətta Excel-in özünü bir database kimi istifadə etsək, hətta onun özündən də hər hansı bir səhifələrdən, müəyyən səhifələrdən məlumatları əldə edə bilərik və ya ki o səhifələrə məlumat ötürə bilərik. Və dostlar, bunları etdiyimiz zaman biz nə Excel-in özünü və ya digər Access olsun və ya SQL server olsun, bunların heç birini biz aktivləşdirmək, hansı ki o faylları biz deməli aktiv etmirik, yəni açmırıq. Bu da dostlar əslində bu texnologiyanın, bu kitabxananın əsas üstünlüklərindən birinə çevirir. Təbii ki dostlar, bununla bitmir əslində. Bundan başqa müəyyən üstünlüklər də var. Yəni dediyim kimi dostlar, əsas məsələ biz bu kitabxana vasitəsilə vahid bir nöqtədən digər databaselərə, hətta biz eyni vaxtda bir neçə istifadəçi həmin məlumat bazalarına, databaselərinə sorğular göndərə bilər, məlumatları oxuya bilər, hətta ora yeni bir məlumat əlavə edə bilər və ya ki mövcud məlumatı yeniləyə bilər və s. Dostlar, ADO-nun əsas üstünlükləri, ümumiyyətlə biz bunu nə zaman istifadə edirik, nə zaman bizim köməyimizə çatır, onlar haqqında qısa danışmaq istəyirəm. Dostlar, ADO xüsusilə əgər biz Excel-lərdə böyük datalarla, böyük məlumatlarla işləyiriksə və hətta o datalar üzərində müəyyən funksiyalar tətbiq ediriksə və s. hamımız bilirik ki, yəni o Excel faylı artıq ağırlaşır və artıq gücü çatmır, lap dəqiq desək. Və belə olan təqdirdə dostlar, biz bu işimizi daha səmərəli etmək məqsədi ilə əslində ADO-dan istifadə eləyə bilərik. Təbii ki, bunun müəyyən şərtləri var, aydın məsələdir ki, onlar haqqında danışacağıq və özünüz də görəcəksiniz. Ümumiyyətlə dostlar, əgər siz Excel vasitəsilə, yəni Excel VBA vasitəsilə kiçik ERP kimi sayılan bir sistem, bir proyekt və ya bir proqram yazmısınızsa və bunu siz öz şirkətinizdə və ya fərq etməz, şirkət olmasını özünüz üçün istifadə edirsinizsə, burada artıq təhlükəsizliyi, yəni hansı ki, xüsusilə də hansı təhlükəsizlikdən söhbət gedir dostlar, istifadəçi tərəfindən edilən müəyyən səhvlər olur. Yəni səhv məlumat daxil edə bilər və s. onları handle etmək üçün və həmçinin davamlılığı təmin məqsədi ilə bundan istifadə edilə bilər. Həmçinin dostlar, ADO-nun özü də ümumi olaraq geniş bir yelpazəyə sahibdir. Hansı ki, təkcə Excel-lər üzərində deyil də, həmçinin Excel-dən Access-ə, SQL serverə və s. kimi sistemlərə demək olar ki, bir-birinə oxşar bir şəkildə, yəni problemsiz inteqrasiya olunur və işləyir. Və dostlar, bu da əslində ActiveX Data Object-in Excel VBA üzərindəki əsas xüsusiyyətlərini göstərir. Və dostlar, biz də bu videolar boyunca ümumiyyətlə ActiveX Data Object, yəni ADO kitabxanası necə quraşdırılır, necə istifadə olunur, hansı komponentlərdən ibarətdir və s. bunlar haqqında müəyyən nümunələr üzərindən danışmağa çalışacağıq. Dostlar, biz bu dərslər boyunca bu məsələləri deməli 3 əsas istiqamət üzrə bir Excel-dən, yəni vahid bir Excel-dən başqa bir Excel-ə məlumatın ötürülməsi və ya gətirilməsi olacaqdır. Həmçinin bu işi biz Access üzərində, həmçinin də bu işi biz MS SQL server üzərində də eyni qaydada icra edəcəyik. Dostlar, Excel üzərində biz sadə deməli işləri görəcəyik, hansı ki biz sadəcə məlumatı select edib, həmçinin də oradan məlumatı insert etmiş olacaq. Yəni ki, həm məlumatı sorğulayacağıq, həm də yeni bir məlumatı həmin o Excel-ə, yəni bir database kimi tanıdığımız bir Excel-ə başqa bir Excel-dən məlumatı ötürəcəyik və bu şəkildə birinci dərsimiz bu şəkildə olacaq, amma təxmini ikinci dərsdən sonra isə biz artıq Access və MS SQL server üzərində çalışacağıq. Sadəcə bunun digərlərindən, yəni öz Excel-dən fərqli olacaq ki, biz artıq Access-də və MS SQL-də artıq class moduldan istifadə edəcəyik və bu işi biraz daha professional görməyə çalışacağıq ki, hətta bu tərəfinin də olduğunu sizə göstərək. Əks təqdirdə təbii ki də əslində ümumi olaraq bir məntiq eynidir. Sadəcə istifadə olunan server, istifadə olunan database fərqli olacaqdır. Dostlar, elə isə gəlin artıq deməli ADO kitabxanası ən başdan necə daxil edilir öz proyektimizə, oradan başlayaraq və hansı kodları, hansı dəyişənlər və s. yəni hansı komponentlərdən ibarətdir, onlardan danışaraq dərsimizə başlayaq.
Dostlar, bu dərs üçün ilk öncə dediyimiz kimi Excel üzərindən, yəni bir Excel-dən başqa bir Excel-ə məlumat ötürmək və yaxud ki, oradakı məlumatı sorğulamaq olacaqdır ilk nümunəmiz. Dostlar, bunun üçün mən bir fayl hazırlamışam və bu faylın birinci səhifəsi, yəni get all səhifəsi olacaq. Hansı ki, biz buradakı düymə vasitəsilə, yəni show all employees düyməsi vasitəsilə başqa bir Excel-də olan məlumatı, yəni uyğun məlumatı gətirib də dinamik bir şəkildə bura toplayacaq. Hansı ki, biz bu düyməni basdığımız anda o fayl açılmadan, yəni ki, biz oradakı məlumatları sürətli bir şəkildə gətirib burada sanki kopyalayacaq. Həmçinin dostlar, dərsimizin digər irəliləyən zamanlarında isə eyni qaydada məlumatı sorğuladığımız kimi, eyni qaydada yeni bir məlumatı da həmin o Excel faylına ötürəcək və bu şəkildə biz dinamik bir şəkildə kiçik bir proqram yazmış olacağıq. Dostlar, başqa bir Excel dediyimiz də nədir əslində? Baxın, mənim öz yəni lokal kompüter desktopda bir ədəd fayl var. Hansı ki, Excel database adında bir fayldır. Hansı ki, bu faylın bir səhifəsi var. Bu səhifədə kiçik bir siyahı var, bir list var. Hansı ki, bu listdə biz yəni listin özünü bu faylı açmadan bu məlumatları buradan götürüb də lazım olduqda isə yeni bir məlumatları bura deməli əlavə edəcəyik. Baxın, dostlar, bu da eyni qaydada, yəni ActiveX Data Object-in sayəsində olur və təbii ki də müəyyən VBA vasitəsi, yəni kodları vasitəsilə də həyata keçiriləcəkdir. Dostlar, o zaman gəlin başlayaq. Dostlar, ilk öncə VBA pəncərəmi açıram və burada bir modul daxilində ilkin kodlarımızı yazmağa başlayaq. Dediyimiz kimi, ilkin bizim əsas gedişatımız məlumatların sadəcə şəkildə sorğulanması olacaqdır. Çünki bu da ən azından digər nisbətən daha asan və daha qısa olacaq bir koddur və ümumiyyətlə bir gedişatdır. Sadəcə məlumatları sorğulayıb da gətirib bu şəkildə bura düzməliyik. Dostlar, bunun üçün ilk öncə public sub deyək və get all employees adında bir düymə yaradaq və ya ki, bir subprosedor yaradaq və burada deməli, ilk öncə nə yazacağıq? Gəlin onu başlayaq. Təbii dostlar, biz bu kitabxanadan istifadə etməyimiz üçün ilk öncə bu kitabxananın ayrıca bir kitabxana olduğu üçün bunu ilk öncə öz proyektimizə daxil etməliyik. Dostlar, bunun üçün də Tools bölməsindən referans deməli keçidini edirik və burada Microsoft'un hissəsinə gəldiyimiz zaman, dostlar, fikir versəniz burada Microsoft AccessX, daha doğrusu ActiveX Data Objects adında kitabxanaları görə bilərsiniz və bunun ən axırıncı deməli versiyası 6.1-dir. Elə həmin onu seçərək və OK düyməsinə klikləyərək bu kitabxananı, baxın dostlar, öz proyektimizə əlavə etmiş olduq. Dostlar, baxın, bu kitabxanaya əlavə edildikdən sonra artıq biz bundan istifadə edə bilərik. Yaxşı dostlar, ümumiyyətlə bu kitabxananın, yəni ki, bu gedişatın, ActiveX-in əsas gedişatı necədir? Gəlin onun haqqında da şifahi olaraq danışmağa çalışaq. Dostlar, ActiveX ümumiyyətlə bir connection'dır. Yəni ki, bir bağlantı qurmaq üçün istifadə olunur ilk öncə. Təbii dostlar, bu bağlantı dedikdə də buna əgər öz həyatımızda misal çəkmək gərəkirsə, biz hər hansı bir otağa daxil olmaq üçün onun müəyyən bir qapısı olur. Təbii, bu qapını açırıq və bu otağa ondan sonra daxil oluruq. Əslində dostlar, bu ActiveX həmin bax o qapını açmaq üçün və o otağın içərisindəki məlumatları görmək üçün istifadə olunan bir keçiddir və müəyyən bir komponentlər, müəyyən bir klassları var ki, onlar vasitəsilə də biz bu qapını açırıq, bəzən geri bağlayırıq və ya da ki, içəridə olan məlumatları dəyişdirərək və ya ki, içəridə olan əşyaları, məlumatları onları götürərək biz onlardan istifadə edirik. Dostlar, bunun üçün ilk öncə biz ActiveX Data Object-in bir klassı var, hansı connection klassı var. Bu connection klassından istifadə edərək ümumiyyətlə bu otağın qapısından içəri daxil olmağa çalışaq. Dostlar, bunun üçün bir ədəd connection adında bir dəyişən əlavə edəcəm və burada ADO kitabxanası və ADO kitabxanasının içərisində isə connection klassına, deməli, həmin connection klassının bir instansını, bir obyektini yaratmış olacaq. Və təbii ki, dostlar, həmən yerindəcə bir obyekt yaradıldığı üçün elə yerindəcə bunu nothing etməyimiz məqsədə uyğundur. Çünki bu bir obyektdir və obyektin özü də yaddaşda müəyyən bir yer tutur. Təbii, onu yerindəcə nothing etmək, dinamik bir şəkildə nothing etmək, yəni ki, yaddaşdan silmək daha məqsədə uyğundur. Dostlar, bundan sonra əgər biz connection, yəni yaratdığımız dəyişənin nöqtə dediyimiz zaman artıq bundan sonra müəyyən propertilər, müəyyən deməli metodları siz görə bilərsiniz. Baxın dostlar, onlardan belə lazım olan ilkin metodumuz bu open metodudur. Hansı ki dostlar, open anlayışı bu connection, yəni dəyişənində və ümumiyyətlə ADO kitabxanası və connection klassındakı əsas önəmi odur ki, biz bayaqları bir misal çəkdik ki, dedik ki, hər hansı bir otağa girmək üçün, daxil olmaq üçün
biz o qapını açmalıyıq. Dostlar, təbii ki də bu qapı açılması nə deməkdir? Ya o qapının qulpu var, o qulpunu çevirməliyik və yaxud da ki, bunun açarı var. Həmin o açardan istifadə edərək kilidi açmalıyıq və ki, müəyyən bir kodu var, parolu var, şifrəsi var, belə deyək və ondan istifadə edərək biz bu qapını açmalıyıq. Əslində dostlar, bu connection.open və ondan sonra gələn bizdən istənilən connection string əslində eyni məntiqi daşıyır. Hansı ki, biz bu connection string vasitəsilə bu qapının kilidini açmağa çalışıb da ümumiyyətlə bu otağın, yəni qapısını açmağa çalışacağıq. Dostlar, ümumiyyətlə connection string nə deməkdir? Gəlin biraz ondan danışaq. Dostlar, connection string dediyimiz kimi bir açar kimi düşünə bilər və biz bu connection stringi dostlar, connection string.com adında bir sayt var. Hansı ki, təkcə burada Excel üçün deyil də, başqa database'lər üçün də ümumi olaraq həmin connection stringlərdən, həmin o açarlardan, yəni burada onun siyahısı var. Biz burada bizə lazım olan, yəni Excel'ə daxil olacağıq. Dostlar, burada baxın, burada ən aşağı gəldiyimiz zaman müəyyən connection stringləri görə bilərsiniz. Lakin bizə lazım olan əsas hissəsi isə burada Excel SX files var, hansı ki bu connection olacaqdır. Dostlar, burada başqa tiplər də var, hansı ki baxın Excel SP file var, həmçinin Excel SM macro file connectionları da var. Eyni qaydada bunlardan istifadə edə bilərsiniz. Lakin dostlar, sizin otağınız əgər Excel SX tipindədirsə, onu da hardan bilirəm dostlar? Hansı ki mənim Excel database'im, baxın dostlar, həmən properties bölməsindən daxil oluram. Buradan da security ehtiyacı yoxdur. Burada type of file bölməsində baxın dostlar, Excel SX adında bir tipin olduğunu görə bilərsiniz. Demək ki dostlar, mənim otağım, mənim database'im Excel SX tipindədir və o səbəbdən də mən bu açar sözdən, bu şifrədən istifadə edəcəm. Dostlar, hansı ki bu açar dediyim kimi bizim həmin o Excel faylı ilə, həmin o otaq ilə bir bağlantı yaratmamıza, həmin onun qapısını açmağa bizə icazə verən bir açardır. Hansı ki dostlar, müəyyən bir bölmələrdən ibarətdir. Fikir versəniz, burada provider'ın adı var, həmçinin data source'un adı var. Xüsusilə biz bunun üzərində çalışacağıq və digər müəyyən propertilərinə də həmçində buradan görə bilərik. Dostlar, fikir versəniz, burada data source adında bir bölməsi var. Bu data source əslində, baxın, bu açarın hansı qapını açması gərəkdiyini biz burada təyin edəcəyik. Hansı ki, fikir versəniz, burada data source'un yerini yazmaq lazımdır ki, bundan sonra biz gedib də həmin bu açar və ki, bu Active Data X Object, yəni daha ActiveX Data Object, həmçinin bu kitabxana həmin otağı tanısın və onu aça bilsin. Həmən dostlar, o səbəbdən buradan bu connection stringi bu şəkildə kopyalayacağım və bunu gətirib də dostlar, həmən connection string bölməsində bura əlavə edəcəm. Dostlar, string olduğu üçün adı üstündə 2 dırnaq içərisində yazmağımız daha yaxşıdır. Lakin dostlar, bunun özündə, yəni bu connection stringin özündə fikir versəniz, özündə də dırnaq işarəsi olduğu üçün mən də bunu yenidən bir dırnaq içərisinə saldığım zaman bu müəyyən bir xəta verəcək. Bu xətanın qarşısını almaq üçün biraz da bunu genişləndirək. Həmən bu dırnaqların özünü də bu şəkildə dostlar tanıdacaq. Yəni ki, sadəcə kənarına bir tək dırnaq qoymağımız bizim üçün kifayət eləyəcəkdir. Dostlar, bundan sonra baxın, connection open bu düyməsi və ya ki, bu açar sözü həmin otağın qapısını açacaq, aktivləşdirəcək və bundan sonra biz həmin otağın içərisindəki müəyyən məlumatları görə biləcəyik. Və dostlar, təbii ki də bir otağa daxil olduğumuz zaman o otağın qapısını necə deyərlər, açıq buraxmırıq, yəni o işimiz bitdikdən sonra həmin o otağın qapısını da biz nə etməliyik? Örtməliyik. Bunun üçün də dostlar, connection deyəcəyik və connection daha sonra isə close deməliyik. Hətta dostlar, gəlin, baxın, indi bu anlayışı mən istəyirəm ki, sizinlə bərabər bir test edeyim. Necə ki, burada debug rejimində F8 ilə adlandırdığımız zaman baxaq hər hansı bir nöqtədə xəta verəcəkmi? Lakin dostlar, dediyimiz kimi, bundan sonra biz ilk öncə data source üzərində çalışmalıyıq. Yəni ki, bizim burada test olaraq bizə verilən bu data source düzgün deyil. Biz öz data source'umuzu gətirib, yəni bu otağın hansı adresdə olduğunu bildirmək üçün bura yazacağıq. Dostlar, bunun üçün də eyni qaydada həmin o Excel database'in özünün properties bölməsindən security bölməsinə keçid edirik və security bölməsində object name bölməsindən də baxın bu uzantını götürüb də gətirib eyni qaydada müvafiq bir şəkildə bura əlavə etmiş olsanız, artıq həmin o faylın nöqtəsinin yerini tanımış olacaqdır. Və dostlar, gəlin yoxlayaq. F8 ilə adlandırdığımız zaman, baxın dostlar, connection üzərindən keçir, open deyir, connection close və növbəti adıma keçid edəcəkdir. Və dostlar, fikir versəniz, heç bir şəkildə xəta çıxmadı. Demək ki, mənim qapım açılır və mən artıq bundan sonra onun içərisindəki məlumatları görə bilərəm.
Dostlar, yaxşı, biz o məlumatları necə götürəcəyik? Yəni ki, bizə belə deyək də bu məlumatları götürməyimiz üçün də eyni qaydada müəyyən bir arqument lazımdır. Hansı ki, dostlar, bu yenə eyni qaydada öz kitabxanası daxilində bir klass var. Biz bu klassdan istifadə eləyəcəyik. Dostlar, bu klassın adı əslində record set, hansı ki record set deməli kitabxanası olacaqdır. Dostlar, bunun üçün də RS adında bir kitabxana, daha doğrusu bir dəyişən yaradıram. RS deyə, record setin qısaltması və burada as new audio record set deyərək həmin bu deməli klassı, klass modulu daha doğrusu çağıracağam. Dostlar, deyim RS as new audio db record set. Hansı ki, dostlar, bu da bir deməli connection olduğu kimi bir klassdır. Klass olduğu üçün dostlar, bu da eyni qaydada obyektdir və obyekti də yerindəcə biz bunu nasing etməliyik. Dostlar, RS də eyni qaydada record set, yəni connection kimi, yəni bu record set connection kimi müəyyən bir open olma anlayışına malikdir. Dostlar, bu səbəbdən rs.open deyəcəm. Dostlar, sadəcə bu openin, yəni artıq connection openindən fərqlərindən biri də olur ki, bu hazır bir açılmış, yəni qapını istifadə edir. Hansı ki, bu RS bu qapıdan belə deyək də istifadə edərək məlumatları çölə, otağın kənarına aparmalıdır. Bu səbəbdən məndən ilk öncə source istəyir. Dostlar, bu source-a birazdan qayıdacağam. Ondan sonra isə active connection bizdən tələb edəcəkdir. Dostlar, bizim active connection'ımız əslində bizim açıq qapımız sayılacaqdır. Bizim açıq qapımız da zaten hansıdır? Baxın dostlar, burada biz connection open-dən zaten istifadə etmişik. Yəni bizim bu connection dəyişənimiz əslində bizim açıq qapımızı bizə bildirəcəkdir. Yaxşı dostlar, buradakı source nə idi? Yəni onun üzərində danışmağa çalışaq. Dostlar, bu source isə ActiveX Data Object kitabxanası SQL sorğuları ilə çalışır. Hansı ki, biz bu məlumatları belə deyək, otaqda çoxlu məlumatlar var. Lakin bu o məlumatlardan bizə hansılar lazımdır? Hamısı mı lazımdır və ya ki, müəyyən bir nöqtələr mi lazımdır? Baxın, onu təyin etmək üçün burada biz müəyyən bir sorğunu yazmalıyıq. Dostlar, biz bunu birbaşa RS Open qarşısında da yaza bilərik. Lakin mən bunu daha aydın olması üçün istəyirəm bir dəyişən içərisində yazaq və sizə daha aydın olsun. Və o səbəbdən bir query adında dəyişən hazırlayıram. Bu, yəni string tipində olan bir dəyişən və bu string tipində olan dəyişənə də indi isə SQL sorğumuzu yaza bilərik. Dostlar, ən sadə sorğudan başlayaq. Misal üçün, biz əgər bütün məlumatları buradan əldə etmək istəyiriksə, bu zaman nə yazırdıq normalda? Select ulduz from, hansı ki table'ın adı. Dostlar, bizim table'ımızın adı əslində bizim database'imizdə olan səhifənin, yəni Excel database'ində olan səhifənin adıdır. Bu səbəbdən burada employees'dən, yəni burada sadəcə employees yazmağımız kifayət edəcəkdir. Və dostlar, burada sadəcə bir məqam var ki, digərlərindən fərqli olaraq əslində employees bir table'ın adı deyil əslində. Burada səhifənin adı olduğu üçün bu şəkildə, sadə bir şəkildə yazılmır və onun əlavəsi olaraq bu şəkildə 2 dənə kvadrat mötərizə dediyimiz bu mötərizədən istifadə olunur və ən sonuna isə bir ədəd dollar işarəsi əlavə edilməsi deməli tələb olunur. Bu şəkildə dostlar, artıq biz öz query'mizi tamamladıq. Hansı ki, bu sorğudan istifadə edərək RS Open, yəni ki, ümumiyyətlə bu record set içərisində, otağın içərisində, hansı ki, açıq olan otağın içərisindən məlumatları götürəcəkdir. Dostlar, RS Open qarşısında isə eyni qaydada query, deməli, dəyişənini əlavə etməliyik. Dostlar, RS Open olduğu kimi eyni qaydada connection close kimi də bu da eyni qaydada close ediləcəkdir, təbii ki də. Və dostlar, gəlin indi yenidən bunu da F8 vasitəsilə adımlatmağa çalışaq. Baxırıq dostlar, baxın, bütün proses düzgün bir şəkildə istifadə olundu və etibar edildi. Və bundan sonra dostlar, artıq biz nə etməliyik? Bizim RS Open, ümumiyyətlə RS record set dəyişənimiz əslində bizim yazdığımız query və ona verdiyimiz qapı sayəsində əslində o otağın içərisində olan məlumatları özünə hamısını götürdü. Hamısı dostlar, burada təbii ki, hamısı deyirəm hələ ki, niyə? Çünki biz burada query vasitəsilə yazdığımız sorğuda əslində hamısı sorğulanır. Bu səbəbdən burada mən hamısı dedim, lakin birazdan onun içərisindən müəyyən nöqtələri də götürə bilərik. Dostlar, bundan sonra artıq siz bilməlisiniz ki, record set deməli sinifi bu klası özündə müəyyən metodları deməli ehtiva edəcəkdir. Yaxşı, bu nə deməkdir? Misal üçün, mən RS-in içərisindən toplanmış məlumatları dostlar, yəni ki, record setin içərisindən toplanmış məlumatları əldə etmək istəyirəm. Yəni ki, mən otaqdan görüm, mən sanki otağın çölündə gözləyirəm, RS girdi içəridən, otaqdan müəyyən məlumatları götürdü, mən də otağın kənarındayım, o məlumatları gətirib mənə verməlidir. Dostlar, mən həmin o götürülmüş məlumatları mən istəyirəm ki, get all səhifəsində olan, baxın, bu bölməyə
uyğun şəkildə düzüm. Yaxşı, bunu necə eləyəcəyik? Gəlin baxaq. Bunun üçün dostlar ilkin variant sheet 1 deyəcəm. Hansı ki get-all'un, daha doğrusu sheet 1 yox, sheet 2 deyək. Hansı ki get-all'un kod name'i sheet 2-dir və burada dostlar range, hansı range-ə statik olaraq A7 deyəcəm və burada dostlar copy from record set adında bir dənə deməli bir metodumuz var. Hansı ki dostlar bu metod vasitəsilə biz record setdə olan məlumatları uyğunu ilə A7-dən başlayaraq sətr və sütun olaraq düzə bilərik. Dostlar, düşünürəm ki, bu əgər məlumatları birbaşa, əgər siz səhifə üzərinə yazdırmaq istəyirsinizsə, ən yaxşı üsullardan sayılır. Bu şəkildə RS-i də əlavə edəcəm. Baxın dostlar, indi bundan sonra F8 ilə adımlayıram. İlk öncə connection open olunur, qapı açılır. Qapıdan içəri RS daxil olur, məlumatları götürür burada və ən sonunda məlumatları isə çöldə gözləyən o sahibinə, baxın dostlar, ötürəcəkdir. Fikir verin dostlar, məlumatların hər biri gəldi, toplandı səhifə üzərinə və bundan sonra artıq RS öz işini bitirir, həmçinin qapı bağlanır və özlərini yox edirlər. Dostlar, baxın, bundan sonra artıq siz məlumatları bu şəkildə Excel, həmin o Excel-i açmadan orada olan səhifədə olan məlumatların hər birini bu şəkildə əldə edə bilərsiniz. Dostlar, bu işi daha da dinamikləşdirmək olar. Hansı ki, fikir verin, indi mən buranı siləcəm. Tamam mı? Əgər mən təbii yeni bir məlumat istəyirəmsə, yəni gəlməsini istəyirəmsə, ilk öncə buranın hamısını təmizləməyimiz daha yaxşı olar. Bu səbəbdən deyirəm ki, sheet 2.range statik olaraq A7-dən fərz edək ki, dostlar, F sütununda biraz böyük bir aralıq qoyaq. Məsəl üçün 1000 sətrə qədər olan ərazini neynəsin? Clear content eləsin. Təbii dostlar, bunu siz burada dinamikləşdirə bilərsiniz. Sonuncu sütun və sətr harada getsin, oranı təmizləsin və s. edə bilərsiniz. Amma təbii video çox uzatmaq istəmirəm. Bu olmasa kifayətdir. Baxın dostlar, artıq biz bu düyməni, yəni get all employees Excel düyməsini show all employees-ə əlavə etsək, buradan assign makro, buradan isə get all employees Excel deyəcəm. Və dostlar, sadə bir şəkildə düyməyə kliklədiyimiz zaman, baxın dostlar, məlumatların hər birini sorğulayıb gətirdi. Hətta biz dostlar bunu silsək belə, yenidən düyməyə klikləsək belə, məlumatların hər biri sürətli bir şəkildə həmin o Excel-dən sorğulanıb gətirilir. Dostlar, bu şəkildə də eləyə bilərsiniz. Təbii mən birbaşa artıq burada səhifə üzərinə əlavə edirəm. Təbii siz burada başqa bir şey də elə bilərsiniz. Necə ki, bunu siz səhifə üzərinə deyil də birbaşa, sadəcə bir ərrey içərisində toplayıb onun içərisindən müəyyən məlumatları da sorğulaya bilərsiniz. Belə olan təqdirdə artıq siz birbaşa copy from record set-dən deyil də, əslində köməkçi bir ərreydən istifadə edə bilərsiniz. Təbii dostlar, burada kiçik bir ərrey yaradaq, yəni bir, daha doğrusu kiçik dedikdə, yəni hər hansı bir ölçüsü olmayan bir ərrey nəzərdə tutaq, variant tipində olan və bu ərreyin özünə RS-dən gələn, hansı ki get rows dediyimiz zaman dostlar, sətirlərini bizə qaytara bilən bir metodu var. Bu metod vasitəsilə siz ərrey daxilinə həmin məlumatları əldə edə bilərsiniz. Dostlar, bu əksər vaxt zaten praktikada da bu şəkildə ən çox istifadə olunur və xüsusilə də ərreyi yığılmasının, yəni ərreyi toplanmasının əsas səbəblərindən biri də budur ki, məlumat böyük ola bilər, elə videonun başında dediyimiz kimi və bunu birbaşa range üzərinə yükləmək, əslində bu Excel-in özünü də yükləmək sayılır. Bu səbəbdən elə ərrey daxilinə toplayıb da oradan müəyyən məsələlər icra etmək həm performans cəhətdən yaxşı olur, həm də yaddaşdan daha optimal şəkildə istifadə etmək sayılır. Dostlar, bunu görmək üçün, yəni ərreyin içərisində toplanmasını görmək üçün mən locals pəncərəsindən istifadə edəcəm və F8 ilə adımladığımız zaman, dostlar, baxın, ərreyin üzərindən keçdiyi zaman ərreyin daxilinə 0 indeksdən başlayaraq və 5-ci indeksə qədər davam edərək müəyyən məlumatları bura topladı. Dostlar, bu təbii sütun topladığımız üçün əslində ərreyin hər birinci indeksi və yəni ilk səviyyəsində olan indeksləri hər bir sütunu ifadə edir. Yəni ki, məsəl üçün burada ancaq fin kodları görə bilərsiniz, burada ancaq adları görə bilərsiniz və dostlar, bundan sonra siz bu ərreyi müvafiq şəkildə öz istədiyiniz kimi sorğulayıb da içərisində məlumatları görüb, oradan istifadə edib deməli öz işinizə görə bilərsiniz. Dostlar, baxın, sizə iki üsul göstərdim, hansı ki məlumatlar sorğulandığı zaman ya birbaşa gələn məlumatları range üzərinə də əlavə edə bilərsiniz və yaxud da ki, hər hansı bir deməli ərreyi də toplayıb da bu şəkildə ərreydən istifadə etməni də eyni qaydada təmin edə bilərsiniz. Dostlar, bu show all employees düyməsi ilə bağlı idi. Bəs yaxşı, sizcə eyni qaydada biz sorğuladığımız kimi, məsələn, bu şəkildə biz all employees eləmişik. Bəs yaxşı, görəsən bunlar içərisindən əgər bizim istifadəçimiz desə ki, mail ancaq yəni kişilik işçilərimizi görmək istəyirəm.
Bu zaman necə olacaqdır dostlar? Əslində təbii bunun üçün də fərqli bir düymə yarada bilərsiniz. Sadəcə daha yəni videonu uzatmaq istəmirəm. Bunun üçün elə birbaşa deməli bu query üzərində müəyyən dəyişiklik edəcəm. Hansı ki, əslində hər bir tərəfi eyni olacaqdır. Sadəcə dostlar, SQL sorğularında biz bilirik ki, əgər müəyyən bir sorğuya hər hansı bir filtr əlavə etmək üçün biz nədən istifadə edirik? Burada where deməli keyword-dən istifadə edirik. Hansı ki, where misal üçün gender bərabərdirsə, əgər mail-a həmin o sətirləri mənim üçün gətir gəl. Məsələn, baxın, bu SQL sorğusu SQL-i bilənlər üçün tanışdır. Hansı ki, burada biz employees cədvəlindən bütün məlumatları gətiririk, lakin onun içərisində olan sadəcə nəyi? Mailları gətirib gələcəyik. Və dostlar, bundan sonra show all employees dediyimiz zaman, baxın, ancaq mail, yəni kişilər gəldi. Və yaxud ki, dostlar, female dediyimiz zaman isə bu zaman ancaq female'ları gətirib gələcəkdir. Dostlar, baxın, bu şəkildə artıq siz həmçində həm ümumi məlumatları sorğulaya bilərsiniz, həmçinin də onun içərisindən müəyyən kəsimləri, müəyyən o sətirləri də eyni qaydada bu şəkildə sorğulaya bilərsiniz. Dostlar, videonun irəli dəqiqələri üçün mən bu hissəni müvəqqəti olaraq təmizləyəcəm və bundan sonra dostlar biz artıq registration bölməsinə keçid edə bilərik. Dostlar, employee registration bölməsində isə biz necə ki get all-da bütün məlumatları sorğuladığımız kimi eyni qaydada həmin o database-i də müəyyən məlumatları ötürə bilərik. Dostlar, burada kiçik bir employee registration adında bir bölmə yaratmışıq. Hansı ki, fin kodu, yəni bizim istifadəçimiz fin kodunu, ad, soyad, cins, həmçinin doğum məlumatları və s. məlumatları əlavə etdikdən sonra add düyməsinə kliklədiyi zaman bu məlumatlar birbaşa gedib həmin database-ə oturmalıdır. Yaxşı dostlar, gəlin o zaman bunun üçün də eyni qaydada public sub add new employee deyə bir subprosedur əlavə edək. Və dostlar, buna artıq içərisində hansı kodlar yazılmalıdır? Gəlin baxaq. Dostlar, eyni qaydada təbii ki də biz fərq etməz məlumat sorğulasaq da və yaxud ki, hansı bir məlumatı ora ötürsək də həmin biz otağın qapısını açıb da içərisində olan deməli hissələrə keçid etməliyik. Bu səbəbdən nə olursa olsun biz mütləq şəkildə connection adında, yəni ADO-DB.connection klassından mütləq şəkildə istifadə etməliyik. Dostlar, o səbəbdən yuxarıdan birbaşa vaxt getməsin deyə kopyaladım. Connection adında bu dəyəri və yaxud ki, bu dəyişəni gətirirəm. Dostlar, eyni qaydada dəyişən bir şey yoxdur. Connection, hansı ki, bu qapını birbaşa açacağım, connection open deyərək. Və dostlar, bundan sonra artıq biz bu qapı açıldıqdan sonra əslində bizim sadəcə üzərimizə düşən odur ki, bu açılmış qapıdan içəri daxil olub, ki, zaten daxil olmuşuq, lazım olan əşyanı, lazım olan nöqtəyə əlavə edək. Baxın dostlar, burada isə connection'ın artıq başqa bir deməli metodu var. Hansı ki, bu metod isə execute metodu adlanır. Dostlar, execute metodu bizdən ilkin tədbirdə, belə deyək, ilkin mərhələdə command text tələb edir. Hansı ki, bu command text isə bizim əslində SQL sorğumuzdur. Dostlar, o zaman gəlin bir ədəd SQL sorğusunu yazaq. Təbii, ondan qabaq connection.close-u unutmaq şərti ilə. Həmən dim eyni qaydada bir dəyişən. Yəni, dostlar, təbii ki, siz bunu birbaşa burada yaza bilərsiniz, amma video daha aydın olsun deyə birbaşa bunu başqa bir dəyişən içərisində əlavə edəcəm. Dostlar, query bərabərdir bir string əlavə edək. Dostlar, biz bilirik ki, ümumiyyətlə bir SQL insert sorğusu yazmaq üçün nələrdən istifadə olunur? Hansı ki, insert into deyirik, hansı cədvələ? Employees cədvəlinə values olaraq isə dostlar, artıq bu bizdən, baxın, 5 toplamda 6 dənə bölmək istəyir. Hansı ki, fin, name, surname, gender bizim üçün string sayılır. Yəni, belə deyək də yazılar sayılır. Birth date də bizim üçün tarix və string sayılır. Salary isə bizim üçün artıq bir dəyişən, bir ədəddir. Hansı ki, biz də onu eyni qaydada nəzərə almalıyıq. Dostlar, values bölməsində nə yazırıq normalda? Məsələn, əgər mən fin kod yazmaq istəyirəmsə, tək dırnaq içərisində məsələn, hər hansı bir fin kod yazıram. Ondan sonra vergül qoyuram, sonra ada keçirəm. Misal üçün, bu şəkildə düzdür yaza-yaza davam edirəm. Hansı ki, dostlar, artıq bizim məlumatlarımız dinamik olmalıdır. Yəni ki, mənim burada yazdığım fin kod burada C5 xanasından, adım eyni qaydada C7 xanasından gəlməlidir. Bu səbəbdən artıq biz bu stringi build etdiyimiz zaman, bu stringi biz yaratdığımız zaman artıq biz burada olan məlumatları dinamik bir şəkildə bu ekrandan, yəni və yaxud ki, bizim istifadəçi üçün ayırdığımız bu bölmədən əldə etməliyik. Bunun üçün dostlar, həmən daha aydın olması üçün mən istəyirəm ki, bu şəkildə aşağıdan yazım və bütün məlumatlar dostlar illaki səhifə üzərindən gəldiyi üçün hər dəfə gedib də mən hər bir
dəyər üçün obyektə müraciət etmək istəmirəm, ən azından səhifə obyektinə. O səbəbdən bu şəkildə sheet 1 olaraq bir indivizin içərisinə, viz və indiviz blokun içərisinə almaq istəyirəm və bundan sonra artıq biz bu query'mizi deməli yarada bilərik. Dostlar, bu query-ni formalaşdırmaq üçün yenə eyni qaydada səhmana fikir vermək məqsədi ilə belə bir şey etmək istəyirəm. Hansı ki, buradan etibarən silək müvəqqəti olaraq, bunu string olaraq bu şəkildə saxlayıram. Lakin ondan sonra gələn bölmələri isə bu şəkildə aşağıya keçəcəm. Hansı ki, aşağı bölmələr nələrdir? Fin, code, name, surname, gender və s. digərləri eyni qaydada müvafiq şəkildə aşağı doğru düzələcəkdir. Bu da ilk öncə bizim üçün, yəni çox kod oxumaq tərəfdən bizə böyük kömək olacaqdır. Dostlar, təbii biz bu işi başlatmaq üçün, yəni ki, values'dan sonra ilk öncə nə gəlir? Bir ədəd mötərizə gəlir. Və mötərizədən sonra dostlar artıq bizim deməli dəyərlərimiz başlayır. Dostlar, birinci dəyərimiz fin koddur. Dostlar, fin kod isə string tipində olan bir dəyər olacağı üçün də eyni qaydada biz bunu mütləq şəkildə tək dırnaq içərisində yazacağıq. Və dostlar, bundan sonra nə gəlir artıq? Bizim hansı ki fin kodun olduğu həmin o xana gələcəkdir. Hansı ki dostlar, .range dedikdən sonra artıq biz burada c5.value yazacağıq. Hansı ki dostlar, c5.value baxın c5-dən gələn dəyər olacaqdır. Hansı ki mən ora hansı fin kodu yazmışamsa, həmin o da gələcəkdir. Və bu dostlar eyni qaydada bu da birləşəcəkdir. Eyni qaydada tək bir dırnaq ilə. Niyə? Çünki dostlar string SQL sorğusu daxilində dırnaqlar içərisində yazılır. Tamam. Dostlar, baxın, gəlin mən istəyirəm ki, ən azından bu hissəyə qədər olan bölmədə ümumiyyətlə biz hansı stringi yaratmışıq, ilk öncə bunu bir debug üzərində yoxlamağa çalışaq. Dostlar, baxın, indi həmən view bölməsindən images pəncərəsini açıram və dostlar, burada hansı biz query-ni yaratmışıq və ümumiyyətlə bu query-ni düzgünmü yaratmışıq, bir ona baxmağa çalışaq. F8 ilə addımlayıram. Baxın dostlar, query insert into table-ın adını yazmışıq. Həmçinin values-dan sonra isə həmin o bizim dəyərimiz başlayır. Təbii ki, burada boş ortaya çıxdı. Çünki olmasının səbəbi nədir? Fin kodu biz burada boş saxlamışıq. Gəlin, həmən bir test dataları dolduraq. Bu şəkildə Kamran, çalışın bu şəkildə Aliyev deyəcəm. Gender olaraq male, birth date olaraq ən az bir tarix əlavə edirəm. Bu şəkildə salary olaraq isə bu şəkildə bir ədəd əlavə etdim. Dostlar, bundan sonra yenidən bu kodu çalışdıraq. F8 ilə addımlayıram. Baxın dostlar, təbii daha düzgün olsun deyə F8 ilə addımladım. Baxın dostlar, insert into employees table-na əlavə edilir. Bundan sonra values əlavə edilir və bundan sonra dostlar mötərizə əlavə edilərək baxın stringi, yəni bizim fin kodumuzu birbaşa dırnaqlar, tək dırnaq içərisində yazmış oldu. Dostlar, bundan sonra nə baş verir? Vergül digər string, vergül digər dəyər, vergül ta mötərizə bağlanana qədər bu insert əməliyyatı bitənə qədər düzümü bu şəkildə deməli davam edəcəkdir. Baxın dostlar, eyni qaydada biz bu əməliyyatı burada da davam etdirməliyik. Vergüldən sonra, yəni bu dırnaqdan sonra bir ədəd vergül əlavə etməliyik, düzdür. Bundan sonra birləşdirmə əməliyyatı, yəni percent əməliyyatı aşağı düşürəm. Burada yenidən bir dırnaq işarəsi, .range və c7.value olacaqdır. Birləşir. Nə ilə? Yenidən string olduğu üçün bir dırnaq və vergüllə birləşir. O da düşür aşağı, eyni qaydada birləşir. Dostlar, baxın, bu şəkildə, bu minvalda bütün stringləri siz, yəni bu query daxilinə, bu string daxilinə əlavə etməlisiniz. Bu şəkildə sonuncu stringimiz bizim üçün olacaqdır, ən azından indiki variantda. Deməli, bizim gender məlumatımız olacaqdır, hansı ki, gender isə C11-dədir. .value birləşir, eyni qaydada bu şəkildə. Və dostlar, tarix formatı isə bilindiyi üzrə SQL-də birbaşa bu şəkildə götürüb də yaza bilmirik. Bunu da string daxilində yazacağıq. Lakin bunu biraz formatlamaq ehtiyacı var. Hansı ki, range, deməli, C13-də olan bu dəyər, bu dəyəri biz bu şəkildə SQL-ə uyğun bir şəkildə. Yəni ki, hansı ki, dostlar, il, yəni biz normalda gün, ay yazmışıq, amma il, ay, gün olması bizim üçün daha yaxşı SQL üçün, yəni bu SQL sorğusu üçün, hətta bunlar arasında bir tire işarəsinin olması daha məqsədə uyğundur. Dostlar, baxın, bu şəkildə yazdığımız zaman artıq bizim SQL üçün tarix formatı formatlanmış olacaqdır. Dostlar, gəlin, bax, bu hissəsinə qədər də eyni qaydada bir baxmağa çalışaq. Görə eyni qaydada uyğundurmu? Baxırıq dostlar, values'dan sonra fin kod, vergül, ad, vergül, soyad, vergül, cins məlumatı və həmçinin dostlar bizim
doğum tarixinin məlumatı da bu şəkildə əlavə olmuş oldu. Dostlar, heç durmadan eyni qaydada davam edək. Bundan sonra birləşir. Düşürəm aşağı. Təbii bundan sonra fikir versəniz dostlar, cell ara məlumat gəlir. Yəni ki, bir ədəd məlumatı gəlir. Ədəd məlumatlı olduğu üçün dostlar biz artıq bunu dırnaq içərisində yazmamıza gərək yoxdur. Elə birbaşa range deyərəkdən, C13 deyərəkdən, daha doğrusu C15 deyərəkdən biz bunu tamamlaya bilərik. Lakin dostlar, artıq bu sonuncu məlumat olduğu üçün də biz bu insert values deməli kodunu, bu yəni sorğusunu artıq mötərizəsini bağlamalıyıq. Bu səbəbdən iki dırnaq içərisində mötərizəni bağlayaraqdan bu şəkildə bir iş görə bilərik. Dostlar, artıq bundan sonra yenidən baxaq. F5 düyməsini klikləyirəm. Baxın dostlar, insert values, həmçinin dəyərlərimiz, bayaqki dəyərlərimiz və ən sonda isə bizim maaş məlumatımız və mötərizəsini bu şəkildə bağlamış olduq. Baxın dostlar, bu kod normalda SQL databazlərində, ümumiyyətlə sorğular, SQL sorğularında çalışan bir sorğudur. Biz də eyni qaydada ActiveX-də də biz bundan istifadə edirik. Baxın dostlar, yenidən artıq bunu bağladığımız zaman bayaqki məsələmizə yenidən qaydaq. Connection deyəcəm, nöqtə execute adında deməli metodu çağırıram. O bizdən bir command text tələb eləyir. Biz bunu query olaraq deməli əlavə edə bilərik. Baxın dostlar, əgər heç bir problem çıxmayacaqsa, artıq bizim bu kod blokumuz çalışdırıldığımız zaman mən bura hansı məlumatları əlavə etmişəmsə, eyni qaydada bu məlumatları götürüb də həmin o database-ə ötürəcəkdir. Hətta bunu tam bitdiyini əmin olmaq üçün message box deyəcəm və edit deyə də bir mesaj verməsini ondan tələb edəcəm. Add düyməsinə dostlar assign makro deyək və burada add new employee Excel deyərək bu şəkildə öz düyməmizə bu kodu qazandırmış olaq. Baxın dostlar, artıq biz bunu istifadə edə bilərik. Dostlar, eyni qaydada add düyməsinə kliklədiyimiz zaman baxın edit mesajı çıxdı. Bu deməkdir ki, bizim bu məlumatlarımız database-imizə artıq insert edilmiş oldu. OK düyməsinə klikləyirəm. Dostlar, bundan sonra mən istəyirəm ki, bu məlumatların həqiqətən database-ə oturub-oturmadığını birbaşa həmin o Excel database-ni açmaq istəmirəm. Elə birbaşa bunu mən get all səhifəsində bayaq yaratdığımız bu bölmədə də eyni qaydada yoxlaya bilərik. Hansı ki, mən show all employees dediyimiz zaman əgər yeni məlumatımız bura əlavə ediləcəksə, demək ki, bizim işimiz uğurludur. Və dostlar, show all düyməsinə klikləyirəm. Baxın dostlar, həmin məlumat gəldi. Hətta yoxlamaq üçün başqa bir deməli işçi də əlavə edək. Bu səfər bu şəkildə bir işçi əlavə edirəm. Misal, Sanan Qambarov. Hətta başqa bir işçi daxil edək bu şəkildə. Aytiz Axundova female deyəcəm. Tarix qalsın. Bu şəkildə də bir deməli maaş. Və dostlar, add düyməsinə kliklədiyimiz zaman o da add olunmuş oldu. Get all deyirəm və show all employees dedikdə eyni qaydada həmin o məlumat da baxın bura gəldi çıxdı. Eyni qaydada bayaqki sorğuları yenidən icra edə bilərsiniz. Hansı ki, where gender bərabərdir male deyə bilərsiniz və run düyməsinə klikləyəndə baxın dostlar, bütün məlumatlar düzgün bir şəkildə deməli çalışmış oldu. Artıq dostlar, siz ActiveX Data Object vasitəsilə ən sadə şəkildə müəyyən məlumatlar necə sorğulanır, o məlumatlar necə eyni qaydada database-ə ötürülür. Bax, onlar haqqında da bu şəkildə deməli öz icralarınızı edə bilərsiniz. Dostlar, biz burada sadəcə select və dediyim kimi insert proseslərinə baxmış olduq. Bundan sonra siz dostlar təbii ki də update-də özünüz də həmçinin baxa bilərsiniz. Dostlar, ActiveX Data Object ilə bağlı ilk videomuz bu qədər. Biz ilkin videoda dediyimiz kimi sadəcə bir Excel-dən başqa bir Excel-ə həm məlumatların ötürülməsini gördük, həmçinin orada məlumatların əldə edilməsini gördük. Ondan qabaq isə ümumiyyətlə ActiveX Data Objects nədir və necə daxil edilir öz proyektlərimizə, hansı komponentlərdən ibarətdir, onlar haqqında ümumi məlumat aldıq. Bundan sonra isə ikinci videomuzda isə dostlar biz eyni qaydada Access database-nə, həmçinin SQL database-nə də qoşulub oradan müəyyən məlumatları əldə etməyə çalışacağıq və ya hansı bir məlumatları insert etməyə çalışacağıq. Və bunu edərkən dostlar, sadə şəkildə belə bu şəkildə deyil də class modullardan istifadə edəcəyik, daha professional, yəni sırf real praktikada necə istifadə olunur, onun nümunələrini göstərərək bu şəkildə dərslərimizi bitirəcəyik. Dostlar, gəlin dərsdə görüşənədək.